Aprelin 22-sindən etibarən baş verən terror təxribatı nəticəsində Hind-Çin yarımadasında vəziyyət gərginləşib. Hindistanla Pakistan hərbçiləri arasında qarşıdurmalar yaşanıb. Hindistan öz hava məkanını Pakistan təyyarələrinin üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan eləməyi planlaşdırır. Pakistanın Müdafiə naziri Xavaca Asif Hindistanla 2-4 gün ərzində müharibəyə başlaya biləcəyini bildirib. Bütün bunlar iki ölkə arasında gərginliyin daha da dərinləşəcəyini göstərir. Bəs bu iki ölkənin hərbi gücü hansı səviyyədədir? Həm Hindistan, həm də Pakistan nüvə silahına sahibdir. Dünyanın ən güclü orduları sırasında Global Firepower hərbi araşdırmalar mərkəzinin siyahısına görə Hindistan 4-cü yerdədir. Pakistan ordusu isə siyahıda 12-ci yerdə qərarlaşıb. İki ölkənin müdafiə sənayesinə nəzər yetirsək görərik ki, Hindistan silah istehsalındansa idxala, yəni xarici dövlətlərdən silah almağa üstünlük verir. Pakistan ordusu isə əksinə xaricdən silah asılılığını azaltmaq üçün daha çox müdafiə sənayesini inkişaf elətdirməyə, milli silah və texnikaları istehsal eləməyə üstünlük verir. Haşiyə çıxmaq olar ki, vaxtı ilə Sovet istehsalı olan BMP-3 PDM-lərinin istehsalı məhz Hindistana görə davam elətdirilib. Çünki Hindistan hələ 80-ci illərin sonunda Sovet İttifaqına 800 ədəd BMP-3 sifariş vermişdi. Pakistanın idxal elədiyi silah və hərbi texnika isə əsasən Çin və Çinlə birgə istehsal olunan texnikalardır. Bura həmçinin Türkiyə ilə birgə istehsal olunan texnikalar da aiddir. Pakistan ordusunun arsenalında ABŞ istehsalı olan hərbi texnikalar da kifayət qədərdir. Hərbi hava qüvvələri cəhətdən Pakistan Hindistanın qarşısında aşkar üstünlüyə malikdir. Pakistanın milli istehsalı olan döyüş təyyarələri artıq özünü doğruldub və 4+ nəsil hesab olunur. Söhbət 2024-cü ildə Azərbaycan hərbi hava qüvvələrinin də silahlanmasına daxil olan CF-17 döyüş təyyarələrindən və modifikasiyalarından gedir. Hindistan hərbi hava qüvvələrinin arsenalında isə əsasən Sovet və Rusiya istehsalı olan döyüş təyyarələri mövcuddur. Hindistanın milli istehsalı hesab olunan Tejas döyüş təyyarələri isə ümidləri doğrultmadı. 10 ildən çox orduya inteqrasiya prosesi keçən bu təyyarələrin döyüş imkanları minimumdur və demək olar ki, istənilən 4-cü nəsil döyüş təyyarəsi bu təyyarələrlə açıq hava döyüşündə bərabər imkanlara malikdir. İkisi də həm silah istehsal edirlər, həm də dünyanın qabaqcıl ölkələrindən silah idxal edirlər. Həm hava qüvvələri, həm quru qoşunlar baxımından ikisinin də potensialı yüksəkdir və hesab etmirəm, böyük miqyaslı toqquşma ola bilər. Bu, hər iki dövlət üçün böyük itkilərə gətirib çıxarda bilər. Hindistan böyük hərbi dəniz qüvvələrinə malikdir. 2 kreyser, sualtı qayıqlar, çox sayda freqat, gəmi və katerlər, dəniz aviasiyası. Hindistan donanması Hind okeanına tam nəzarət eləyəcək qədər döyüş imkanlarına sahibdir. Dəniz aviasiyasında yük təyyarələri və hərbi nəqliyyat, axtarış xilas etmə helikopterlərindən əlavə MiG-29 qırıcılarından, Hawk 132 yüngül qırıcılarından və kəşfiyyat pualarından da istifadə olunur. Pakistan hərbi dəniz qüvvələri Hindistanla müqayisədə daha az saya və tərkibə malik olsa da, modelləşdirilən Çin və ABŞ həmçinin Türkiyə hərbi dəniz qüvvələri modelinə uyğun hərbi dəniz qüvvələri saxlamağa çalışır. Pakistan hərbi dəniz qüvvələri freqatlara, korvetlərə, hücum botlarına və gəmilərinə, sualtı qayıqlara və bir neçə ölkənin fərqli istehsalı olan dəniz aviasiya vasitələrinə sahibdir. Pakistan sularının səmasını 5 eskadrilya qoruyur. Lakin nəzər yetirsək görə bilərik ki, burada əsasən hərbi nəqliyyat və yük təyyarələri yer alır. Yəni dənizdə döyüş aviasiyasının sayı azlıq təşkil eləyir. Bu iki ölkə ilə Azərbaycanın əlaqələrinə nəzər yetirsək, maraqlı məqamlara toxunmaq olar. Azərbaycanla Pakistan arasında son illərdə daha da dərinləşən dostluq və qardaşlıq əlaqələri hərbi sahədə də əməkdaşlığa töhfə verib. Sabah Hindistanın yanında hansı dünya gücləri yer alacaq və yaxud da Pakistanın yanında hansı dünya gücləri yer alacaq? Ehtiyat qüvvələri nə qədərdir? Əhali müharibəyə necə yanaşacaq səfərbərlik baxımından? Bir çox amillər rol oynayır. Hindistanın və Pakistanın səhər əskərinin mənəvi psixoloji hazırlığı və döyüş qabiliyyəti çox önəmlidir. Pakistan Azərbaycanın qardaş dövlətdir. Qarabağ müharibəsində birbaşa Azərbaycan haqq işini həmişə dəstəkləyib. Azərbaycan da Pakistanın haqq işini dəstəkləyir. Azərbaycan hərbçiləri dostluq, qardaşlıq simvolu olaraq dəfələrlə Pakistanda keçirilən hərbi paradda iştirak eləyib. Həmçinin bir sıra birgə təlimlərdə iştirak eləyərək, bir-birlərinin bilik və bacarıqlarından faydalanaraq təcrübələr toplayıblar. Azərbaycan ötən il Pakistanla 1,6 milyard dollarlıq hərbi müqavilə imzalayaraq, Pakistandan 4+ nəsil CF-17 Blok 3 çox məqsədli döyüş təyyarələri alıb. Təyyarələrin təqdimatında Ali Baş Komandan Prezident İlham Əliyev şəxsən iştirak eləyib. Təyyarənin kabinəsinə əyləşib. Hindistan isə Ermənistana yaxınlığı ilə seçilir. Vətən müharibəsindən sonraki dövrdə Hindistan Ermənistana bir sıra hərbi təyinatlı məhsullar və texnikalar tədarük eləyib və yeni müqavilələr imzalayıb.
Son olaraq Hindistan istehsalı olan Tejas qırıcılarının Ermənistana tədarük edilməsi istiqamətində razılıq əldə olunub. Hindistan Ermənistana 78 ədəd 155 mm-lik ATACMS artilleriya sistemləri tədarük edib. Siyahıda 150-500 km məsafədə vura bilən Pralay kvaziballistik raketləri də yer alır. İki ölkə arasında 2023-cü ildə 400 milyon dollarlıq hərbi müqavilə imzalanıb. Bundan əlavə Hindistan S-125, ASA və S-300 kimi bir sıra hava hücumundan müdafiə sistemlərini Ermənistana tədarük edəcək. Siyahını artan şkala üzrə davam elətdirmək olar. Hazırki vəziyyətdə tərəflər arasında münaqişənin böyüməməsi üçün mühüm addımlar atılmasa və müharibə baş verərsə, bunun nəticələri təkcə iki ölkə və Avrasiya üçün yox, bütün dünya üçün qorxulu ola bilər.